Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belgorod bölgəsinin Karoçi şəhərində pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib və ardınca geniş miqyaslı yanğın baş verib. Yerli hakimiyyət orqanları hadisədən sonra yerli dəmir yolu stansiyasının yaxınlığındakı ticarət mərkəzində yanğın çıxdığını açıqlayıb. Sosial şəbəkələrdə yayılan videolarda stansiya yaxınlığında güclü yanğın görüntüləri əks olunub. Videolardan birində yerli sakin 4 dronun başının üstündən uçduğunu, az qala öldüyünü deyir. Digər bir nəfər isə dostunun hava hücumundan müdafiə sistemlərinin zərbəsinə tuş gələ biləcəyini söyləyir. Belgorodun operativ qərargahının mətbuat xidməti də dron hücumu barədə məlumatları təsdiqləyib. Ukrayna isə bölgədəki yanğına görə Rusiyanın hava hücumundan müdafiə sistemlərini günahlandırıb. Ukrayna mənbələrinin məlumatına görə Rusiya hava hücumundan müdafiə sistemi dronları vurarkən səhvə yol verib və nəticədə qalıqlar ticarət mərkəzinə düşərək yanğına səbəb olub. Korotsa çayının sağ sahilində yerləşir və Ukrayna ilə sərhəddə olan Belgorod bölgəsinin inzibati mərkəzidir. Bu bölgə tez-tez Ukraynanın dron, raket, hətta HIMARS zərbələrinə məruz qalır və hətta sərhədə yaxın ərazilərdə diversiya kəşfiyyat qruplarının reydləri barədə məlumatlar mövcuddur. Belgorod bölgəsindəki dron hücumu cəbhə xəttində, xüsusilə Donetskin şərqində ağır döyüşlərin getdiyi, Rusiya qüvvələrinin strateji əhəmiyyətli Pokrovska doğru irəliləməyə çalışdığı bir vaxtda baş verib. Belgorod bölgəsindəki dron hücumu cəbhə xəttində, xüsusilə Donetskin şərqində ağır döyüşlərin getdiyi, Rusiya qüvvələrinin strateji əhəmiyyətli Pokrovska doğru irəliləməyə çalışdığı bir vaxtda baş verib. Часа ночи все светло. Днем. Короче, автовокзал. Наше время. Короче, автовокзал. Наше время. Bildirilir ki, Kiyev Moskvanın enerji infrastrukturuna qarşı öz hava əməliyyatlarını həyata keçirir. Avqust-oktyabr ayları arasında Ukrayna Rusiyaya 60-dan çox hücum edib. Neftayırma zavodları, anbarlar, nasos stansiyaları, ixrac terminaları və digər obyektləri yerli uzaq mənzilli dronlar və raketlərlə vurub. Hərçənd Ukraynanın zərbələri obyektləri tam məhv etməsə də ciddi ziyan vurur. Ukrayna eyni hədəfləri təkrarlanan hücumlarla vurmağa çalışıb və Rusiyanı bahalı təmir dövrünə məcbur edir. Kiyevin məqsədi görünür ki, Rusiyada yanacaq çatışmazlığı yaratmaq, müharibəni Rus xalqına, o cümlədən Moskvaya çatdırmaq və praktiki baxımdan Rusiyanın ön cəbhə əməliyyatlarını risk altına qoymaqdır. Bu enerji müharibəsi iki ölkə arasında gedən geniş miqyaslı döyüşün bir növ davamıdır. Tək bir zərbə, zədələnmiş neftayırma zavodu və ya təkmilləşdirilmiş silah nəticəni dəyişə bilməz.
Ukraynanın döyüş iradəsini və ya Rusiyanın iqtisadiyyatını birdən məhv edə bilməz. İstənilən nəticəyə yaxınlaşmaq üçün düşmən üzərinə davamlı və təkrarlanan zərbələr endirmək lazımdır. Bu dəfə Ukrayna ilk dəfə Rusiyanın enerji şəbəkəsinə qarşı koordinasiyalı raket hücumları həyata keçirib və böyük istilik elektrik stansiyalarını məhv edib. Bir neçə aylıq dron müharibəsindən sonra Kiyev dəqiqliklə raket zərbələrinə keçib. Bu dəyişiklik şəhərləri elektrik, istilik və susuz qoyub. Rusiyanın şəbəkəsinin həssaslığını dronların heç vaxt göstərə bilmədiyi şəkildə ortaya çıxarıb, deyə RFU News xəbər verir. Ən əhəmiyyətli zərbə Voronoj şəhərinə endirilib. 3 raket şəhərin istilik elektrik stansiyasını vurub. 2 raket yeni inşa edilmiş qazan blokuna dəymiş. LM-6000 qaz modullarına bağlı buxar generatorları və turbinləri parçalayaraq zədələyib. 3-cü raket isə turbin divarının damını dəlib keçib. Arel şəhərində də zərbə eyni dərəcədə dağıdıcı olub. Sakinlərin dediyinə görə dronlara xas vızıltı eşidilməyib. Yalnız səmanı işıqlandıran dərin və davamlı partlayışlar olub. Bu da Ukraynalıların hücumu kruiz raketləri ilə həyata keçirdiyini göstərir. Arel istilik elektrik stansiyası əvvəllər dronlar tərəfindən zədələnmişdi, lakin bu dəfə bir neçə hissəsi tamamilə məhv edilib. Analitiklər bildirir ki, stansiya bölgənin təxminən 40%-ni, Arelin mərkəzi istilik sisteminin isə 65%-ni təmin edirdi. Bu iki əməliyyat birlikdə Ukraynanın Rusiyanın əsas enerji sisteminə qarşı uzaq mənzilli dəqiqlik raketlərindən istifadə edərək həyata keçirdiyi ilk məqsədli kampaniyanı təşkil edir. Bu imkan əvvəllər istifadəyə verilməmişdi deyə RFU News iddia edir. Bu dəyişiklik dönüş nöqtəsini göstərir. Raketlər həm ölçü, həm də tempi dəyişdirir və dronlardan fərqli olaraq raketlər mərkəzləşdirilmiş kinetik gücü dəqiq şəkildə çatdıra bilir. Lokal hava müdafiəsini təsir altına almadan sıradan çıxarır. Onlar həmçinin daha sürətli hərəkət edir, daha güclü zərbə endirir və bəzən dronların yalnız yandırmaq gücünə malik olduğu möhkəmləndirilmiş infrastrukturu tam məhv edə bilir.